39-cu imanda şək edən bir kimsə nə söyləməlidir? O kəs ki, hansı ki imanında ona şək ya da şübhə gəlir. Bu, əlhamdülillah ki, bu elə bir məsələdir ki, dəyərli qardaşlarım, bu barədə qardaşlar çox yazır. Görürsən ki, qardaşlar sual verirlər ki, biz din barəsində, Allah barəsində, onun peyğəmbəri barəsində, bir də görürsən elə bir vəsvəsə gəlir ki, insana onu dilə gətirmək belə olmur. Onu dilə gətirmək belə olmur. Çünki şeytan küfür kəlmələr din barəsində, Allah barəsində, peyğəmbər barəsində. O yüzden insanın beynində fikirləşirsən. Ona görə Allah Rasulunun yanına bu cümlə sahabələr gəlib şikayət edirlər ki, belə bir fikirlər gəlir bizə. Və Rasulullah sallallahu aleyhi ve sellem onlara görə nə deyir? Deyir ki, bu şeyləri hiss edirsinizmi? Onlar deyirlər ki, bəlidir, ya Rasulullah. Bu şeyləri hiss edirik və bunları dilə gətirməyə belə həya edirikdir. Və Allah Rasulullah onlara buyurur ki, bu açıq aydındır imandandır deyir. Və ona görə deyir, şeytan sizdən birinizin yanına gələrək belə bir şeyləri də vəsvəsə edəcək. Filan şeyi kim yarattı? Bəs filan şeyi kim yarattı? Sonra da deyəcək ki, bəs sənin Rəbbini kim yarattı deyir. Ona görə deyir ki, bu düşüncəyə, yəni bu cürlə fikirlər gələn kimsə Allaha sığınsın. Və şək etdiyində və şübhə etdiyində bunu tərk etsin. Və bu zikri söyləsin. Əməntu billahi və Rasulih. Yəni mən Allaha və onun Rasuluna iman etdim. Onun üçün şeytandan bu cürlə vəsvəsələr gəlir insana, fikirlər gəlir insana. Ki, bəs Allahı kim yarattı, filan şey yarattı, yaxşı, filan şey ki, filan kəs yarattı, filan kəsi, filan maşını düzəldən, yaradan var. Bəs Allahı kim yarattı ondan? Yəni bu cürlə şeytan fikirlərlə insanı nə edir? Azdırmağa çalışır. Ona görə Allah Resulü buyurur ki, kimə bu cürlə fikirlər gələrsə Allaha sığınsın və o şübhə etdiyini, şək etdiyini tərk etsin və əməntu billahi və Rasulih. Mən Allaha və onun Rasuluna iman etdim deyə bu kəlmələri söyləsin.